Parlament Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını son oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Dəyişikliyə əsasən minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bugün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı qrupunun Business Ready hesabatında qanunvericiliyin minimum əmək haqqının dövrü yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib. Qeyd olunanlar nəzərə alınaraq Baş nazirin müavini, biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş Dünya Bankı qrupunun Business Ready hesabatının işçi qüvvəsi indikatoru ilə bağlı əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması tədbirinin icrasını təmin etmək məqsədi ilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb. Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövrlüyünü təmin edəcək və sözü gedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq. Layihə müzakirələrdən sonra səs verməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib.